Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə aprelin 2-si Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin daha effektiv təşkili məsələləri müzakirə olunub. Nazir müavini çıxışında bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb rəhbərləri əsas aparıcı qüvvələrdən biridir. O, direktorların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə uyğunlaşma qabiliyyətinin vacibliyini xüsusi vurğulayıb. Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb, valideyn, ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda iştirakçıların təklif və təşəbbüsləri dinlənilib.